Əziz yoldaşlar, bugün sizə bir neçə testin izahını verəcəm. Birinci testimiz bu formadadır ki, formal təhsilin əsas xüsusiyyəti nədir? Ümumiyyətlə, təhsilimizin 3 forması var. Formal, qeyri-formal, informal. Formal təhsil dedikdə sonunda dövlət sənədinin verilməsi başa düşülür. Qaydalar müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyən olunur və müəssisədə baş verir. İkinci sualımız isə qeyri-formal təhsildir. Qeyd etdiyimiz kimi təhsilimizin 3 forması var. Biri formal, ikinci isə qeyri-formaldır. Qeyri-formal dedikdə müxtəlif kurslar, dərnəklərdə əldə etdiyimiz biliklər və əldə etdiyimiz sertifikatlardır. Hansı ki, bizim aldığımız sertifikat dövlət tərəfindən tanınmır. Burada doğru cavabımız müxtəlif kurslar və dərnəklər. Üçüncü sualımız informal təhsildir. Deməli, təhsilimizin 3 forması var. Formal, qeyri-formal, artıq biz nə olduğunu bilirik. İnformal. İnformal isə özünü təhsil yolu ilə biliklərə yiyələnməkdir. Yəni, artıq burada nə kursa ehtiyac duyuram, nə də müəssisəyə. Qeyd edim ki, ibtidai təhsil formasında informal mümkün deyil və bizim burada doğru cavabımız A variantıdır. Növbəti sual, formal təhsil harda həyata keçirilir? Məktəblərdə, kolleclərdə, universitetlərdə. Çünki biz məktəbdən aldığımız attestatlar, peşə məktəbindən aldığımız diplomlar, kolleclərdən aldığımız diplomlar, universitetlərdən aldığımız diplomlar dövlət tərəfindən tanınır və doğru cavabımız A variantıdır. Qeyri-formal təhsilin hansı xüsusiyyəti ilə fərqlənir? Qeyri-formal təhsil qeyd elədiyimiz kimi hər hansı kurslar, dərnəklərin verdiyi diplomlardır. Təhsil haqqında dövlət sənədinin verilməməsi doğru cavabımız A variantıdır. Növbəti sual, informal təhsil hansı üsulla əldə edilir? Informal təhsil özü-özünə, yəni kitab oxumaq, araşdırma aparmaq, təcrübələri ilə. Yalnız sözü ümumiyyətlə biz qeyd edək ki, kurikulumda yalnız sözü qəbul edilməz bir kəlmədir. Qeyri-formal təhsilə aid olan nümunə hansıdır? Qeyri-formal təhsil nədir? Müxtəlif kurslar dedik, dərnəklər dedik. Burada da xarici dil kursu Y variantı doğru cavabdır. Daha sonra növbəti sual, informal təhsil hansı şəxslər üçün daha uyğundur? İnformal təhsil yalnız dövlət məktəblərində. Dövlət məktəblərində bu olacaq formal. Yalnız imtahan qəbul olan tələbələr üçün yalnız, yenə də burada yalnız sözləri var, özünüz də görürsünüz. Yalnız distant təhsil xeyr, informal təhsil müstəqil şəkildə öyrənən şagirdlərimizə aiddir. İnformal təhsilin ən böyük üstünlüyü nədir? Müstəqil şəkildə, şəxsin müstəqil şəkildə bilik əldə edilməsi Y variantı. Formal təhsilin əsas fərqi nədir? Formal təhsil rəsmi dövlət sənədi verilir. Doğru cavabımız Y variantıdır. Bu bizim 10 sualımızın izahı idi. Növbəti sualımıza baxaq. Növbəti sualımızda biliyə aid olan bir sualdır. Metakognitiv, prosedural, kontekstual və deklarativ bilik. Ümumiyyətlə bizim biliyimizin 4 növü var. A variantında şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Deməli, mən bilirəm ki, mən bu məsələni həll etmək üçün plan tərtib etməliyəm və yaxud da mən bunu beynimdə canlandırmalıyam. O situasiyada özüm olmalıyam. Deməli, burada özüm haqqında olan bir bilgi var, strateji bir bilgi var, özümü tanımağım var. Deməli, doğru cavabımız metakognitiv bilik olacaq. Şagird yayda okeanlardan materikə doğru əsən küləklərin adlarını sadalayır, sıralayır, adlandırır. Bunlar xatırlamasam, oxumasam, bilməsəm, yadıma salmasam deyə bilərəmmi? Deyə bilmərəm. Deməli, mən əgər məlumatım yoxdursa, mən bunu deyə bilmərəm. Əgər mən bunu oxumuşamsa, cavab verə bilərəm. Deməli, bu deklarativ bilik, xatırlamaq mərhələsi və deklarativ bilikdir. Şagird şəhər və kənd əhalisinin say nisbəti etibarilə dəyişməsini hesablayır. Hesablamaq var. Burada artıq bizim prosedural biliyimiz var. Şagird sağlam həyat tərzinə təsir edən amilləri qruplaşdırır, ümləşdirir, kateqoriyalara ayırır, təsnif edir, təsvir edir, ümləşdirmə aparır, əlaqələr qurur. Bunlar da bizdə ən mürəkkəb biliyimiz olan konseptual biliyə aiddir. Növbəti 4-cü sualımıza baxaq. Biliyin növlərindən biridir. Kvadrat tənliklər üçün algoritmləri bilir. Bizim prosedural biliyimizdə necə sual əsas idi? Prosedural biliyimizdə o idi ki, biz bir hadisəni, biz bir prosesi, biz bir algoritmə doğru gedirik, addımlardan keçirik və hesablamalar aparırıq. Burada da
Kvadrat tənliklər üçün alqoritmləri bilir. Doğru cavabımız olacaq hasili 24 olan 2 ədədin cəminin ən böyük qiymətini hesablayır. Yenə də burada bir proses var, ardıcıllıq etibar edir. Doğru cavab A variantı. Daha sonra sizə atdığım növbəti test bu idi. Müəllim şagirdlərə deyir, təsəvvür edin ki, meşədəsiniz. Fikri, təfəkkürün hansı növünə aiddir? Təsəvvürümüzdə bizim bunu canlandırmağımız, ümumiyyətlə təsəvvür edin, bu bizdə qeyri-verbaldır. Ümumiyyətlə verballa əlaqəsi olmayacaq. Qeyri-verbaldır və məntiqi təfəkkürdür. Bunu da sizə atmışdım. Növbəti sualımız belə idi. Hansı məntiq xətasıdır? Biz qeybət etmirik. Bəzi məsələləri geniş müzakirə edirik. Məntiq xətalarımızdan biri var idi bizim. Biz ona söz oyunu demişdik. Söz oyununda belə idi ki, mən əslində eyni məsələni fərqli istiqamətə çevirirəm. Hətta sizə belə bir məsələ də çəkmişdim ki, deməli komandir gəlir, görür əsgər yatıb. Bəs əsgər sən niyə yatmısan? Deyir yatmamışam. Sadəcə gözümü yummuşam, evdəkiləri fikirləşirəm. Eyni məsələdə çoxmənalı danışmaq, söz oyunu. Sanki nitqdə anlaşıla bilən sözlərdən istifadə edərək həmin şəxsin, qarşımda duran şəxsin fikrini yayındırıram. Deməli doğru cavabımız da burada söz oyunu çoxmənalı danışmaqdır. Növbəti testə bax. Növbəti testimiz belədir. Hansı tapşırıq açıq tiplidir? Biz ümumiyyətlə tapşırıqları qapalı və açıq olmaqla test tapşırıqlarını 2 yerə bölürük. Əgər açıq tipli odur ki, müxtəlif insanların müxtəlif cavabları var, hamının öz cavabı var, amma qapalı odur ki, konkret cavabı var. Bir cavabı var və konkret cavabı var. Deməli, burada doğru cavabımız əsərin baş qəhrəmanına münasibət bildirir. Mənim münasibətim fərqli ola bilər, sizin münasibətiniz fərqli ola bilər. Doğru cavabımız C variantı. Növbəti sual. Tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Cəlil Məmmədquluzadənin Poçt qutusu əsərində Novruzəli obrazını təsəvvür etməkdə. Müəllif nəyi demək istəyir? Müəllifin fikri. Deməli, artıq burada bizim üçüncü şəxsimiz var. Mən varam, siz varsınız, sən varsan, bir də müəllif var. Artıq burada üçüncü şəxs varsa, müəllifin, yazıcının, Zərgələn müəllimənin, Nuranə müəllimənin, Afaq müəllimənin, hər hansı bir şəxsin fikri varsa, yəni burada təkcə məsələ ondan ibarət deyil, müəllif olsun. Xeyr, müəllif olmayacaq. Gələn dəfə tamam başqa bir şey olacaq. Siz artıq orada bilməlisiniz ki, burada bir başqasının fikri var. Bir başqasının nə demək istədiyi var. Artıq orada üçüncü şəxs varsa, bu bizdə təhlil etmək mərhələsi olacaq. Növbəti sual. Növbəti sualımız riyazi məsələlərin həllində səhv edən Arif özünün səhvlərini mühakimə edir. Öz səhvlərini mühakimə edir də, şəxsi düşüncə, öz səhvləri. Burada kənar üçüncü şəxs yoxdur da. Ola bilsin ki, bir müəllimi var, bir Arif var. 2 şəxs var burada. Üçüncü şəxs yoxdur. Mühakimə, qiymətləndirmə, dəyərləndirmə. Təbii ki, bu da bizim dəyərləndirmə mərhələmizdir.